Bir ay ərzində 5, 6, 7 imtahan verənlər olur ki, bu çox həqiqətən də maraqlıdır, həm də bir o qədər də bunun görünməyən tərəfləri var. Necə olur ki, 6 aylıq keçirilən proqramı oxumur tələbə və son 1 ay qalmış, son 1 gün qalmış hazırlaşır, keçir. Şəxsən öz üzərimdə praktikadan keçirmişəm. Misal üçün mühazirə dərsidir. Müəllim gəlir, oturur dərsdə, başlayır yeni dərsi izah eləməyə. Yeni dərsi izah elədikcə mən daha diqqətlə qulaq asıram və dərsdə öyrənmə metodunu yoxladım burada. Həqiqətən də çox gözəl bir nəticə verdi. Dərsdə öyrəndim, bunun məşğələsi də oldu və məşğələ əsasında da görürəm həqiqətən də bu dərsi danışmaq daha rahatdır. Nəinki evdə oxumaq. Yəni evdə oxuyanda, evdə oxuduğumuz dərs kollektivlik yaratmır deyə, yəni fərdilik yaradır, fərdilik tələbi var deyə. O səbəbdən dolayı sual verəcək bir kəsin yoxdur. Burada ani olaraqdan çıxılmaz bir vəziyyətə gələndə nə istifadə edəcəyini, nə deyəcəyini bilmirsən və yaxud da hər hansı bir sualla qarşı-qarşıya gələndə gərək mütləq şəkildə ya internet resurslara, ya da müəyyən resurslara başvurasan. Amma mühazirədə olanda isə bu cür deyil. Ya müəllimdən soruşursan, ya tələbə yoldaşından soruşursan. Və bu xırda detallar gətirir sonda artıq 6 aylıq bir proqram yığmısan axı sən bazada. İmtahan ərəfəsi gəlib çatanda isə imtahana bir gün qalmış belə sən o kitabı oxusan, artıq məşğələ vaxtı, seminar vaxtı, mühazirə vaxtı qazandığın biliklər sənin yadında daha yaxşı şəkildə qalacaq. O səbəbdən dolayı imtahanı vermək daha yaxşı olacaq.